Demek 110 üçüncü sualım. Bak 10x kvadratı çıxılsın 25x üstə gəl 2 tam onda 4 bərabərdir 0. Sadə diskriminant əldə edə biləcəyimiz bir misal. Diskriminant bərabərdir nəyə? B kvadrat çıxılsın 4ac. B kvadrat neçədir? 25'in kvadratı. Edir 625. Yəni mənfi 25'in kvadratı. O da olacaq müsbət 625. Çıxılsın 4 vurulsun A, yəni 10. Vurulsun C 2 tam onda 4. Bərabərdir. Demək 625 çıxılsın. Bəli, 4 tam onda 2'ni, daha doğrusu 2 tam onda 4, 4'e vuran 9 tam onda 6 edir, 9 tam onda 6'dan 10'a vuranda 96 edəcək, bərabərdir. 15'ten 6 çıxanda 9, 11'den 9, 2, bu da 5. 529 etsənin köküdür. Qalası köküdür. Neçə mən? 23. Bəli. X1 bərabərdir. Mənfi B, yəni müsbət 25. Çıxılsın kök altda 529 böl 2A, yəni 2 vurulsun 10. Bərabərdir. 25 çıxılsın 23 böl neçə? 20. Bərabərdir. Olacaq 2 bölünsün 20. Bu da eləyir neçə? 0 tam onda 1 bölünsün 10 olur. O da 0 tam onda 1 deməkdir. X2'miz nəyə bərabərdir? Mənfi B, yəni 25. Üstə gəl kök altda 529 böl 2A, yəni 2 vurulsun 10. Bərabərdir. 25 üstə gəl neçə? 23 böl 20 bərabərdir. 48 böl 20. Bunu da biz 24 bölünsün 10 kimi yaza bilərik. Bu da olacaq neçə? 2 tam onda 4. Yəni köklərimizin biri 0 tam onda 1'dir, bir də 2 tam onda 4.